Hayatında yazır Ayətullah Mələşi Nəcəfi, deyir, mən bilməzdim Təbrizdə, Türk cəmaatının içində şairi benam-ı Şəhriyar var, mən eşitməmişdim, bilmirdim. Deyir, Qumda, gecə aləm-i rüyada gördüm Nəcəf-i Əşrəfdə, kulli şuərai ərəb, əcəm, fars, hamısı cəm, sədr-i məclisdə Əli əyləşib. Hamı deyir, şeirin oxudu, deyir, Həzrət Əli buyurdu, Şəhriyar, sən də şeiri oxu. Şəhriyar durdu, bu şeiri orada deyir, oxudu. Əli-i Humavi rəhmət tuçi ayəti xudara, ki bima sevaf kəndi həmi sayi humara. Ki şeiri çox istəmirəm, mən istəyirəm ayrı yerdən ərz edib. Bu Əlinin şeirin oxudu, qutardı. Mən yuxudan ayıqdım, dedim, Azərbaycan məntəqəsində, Türk cəmaatının içində şairi benam-ı Şəhriyar varımızdı, dedilər, bəli, Təbrizdədir. Deyir, dedim, sabahlarıma bu zamana şeyi gətirəcəksiniz, Quma. Deyir, Təbrizdən Şəhriyarı gətdilər Tehrana, Quma. Deyir, Şəhriyar içəri girəndə mən dedim ki, Əli-i Humayi rəhməti oxu gəl içəri. Şəhriyar təəccüb elədi. Dedim, mən hənüz bu şeiri dünənlərimə gecə öz aləmimdə yazmışam, nə çapa verilib, nə eşikdə var bu şeir. Hətta mənim öz övladım da bilmir mən Əli-i Humayi rəhməti yazmışam. Mən Təbrizdə, sən Qumda nə bildim mən Əli-i Humayi rəhməti yazmışam. Durur Ayı Mələşi Nəcəfi Şəhriyarın üzündən və əlindən öpür. Dünənləmə Əlinin məclisində oxuyurdun sən bu şeiri. Əli təyid edir Şəhriyarı. Adəmi yaratdı Allah Teala, can tapdı canana ya Əli dedi. Əlinin adı ilə dil açdı Adəm, dərs oldu insana ya Əli dedi. Ənbiyalar Əli deyib hamısı, övliyalar Əli deyib hamısı. Dəryada qalanda Nuhun gəmisi, düşəndə tufana ya Əli dedi. İbrahim oğlunu kəsəndə qurban, İsmail olmadı zərrə hər asan. Səs gəldi daşlardan Mina dağından, əhsən bu peymanə ya Əli dedi. Ey bərazəndə olan şəninə sirrullahi, vey cəhan əhlinə sabit eləyən Allahı, anadan oldun o gün beyti xudavəndi desən, o səbəbdən elədün Kəbə hərimullahi. Olmasaydın sən əgər, olmazdı ərz o səma, baisi cinn o bəşərsən sən özün vallahi. Vurmasaydın sən əgər əmrə qılış xəndəqdə, aşkar olmazdı dini Rəsulullahi.